Bismillahirrahmanirrahim. La es'alukum aleyhi ecren illel mevaddete fil kurba. Allah Teala buyuruptur ki, ey peygamber ümmetime söyle, ben peygamberliğim için sizden hiçbir muz istemirəm, məgər əhli beytimə məvaddə, sevgi, saygı, itaat, onlarla baham olmağı istəyirəm. Bəli, ilk sözümüz budur. Sallallahu aleyke ya Aba Abdillahil Hüseyin. Allah'ın salamı olsun sana ey Hüseyin aleyhisselam. Bu günlərin Əhl-i Beyt məclisləri, Əhl-i Beyt aşiqləri, Əhl-i Beyt dostları, şiələri Peyğəmbər aleyhisselamın balası Hüseynə matəm saxlayırlar. Gözləri dolu, ağlar gözlə qəlbləri ağlar. Hüseyin aleyhisselama məclis tuturlar. Allah bütün Hüseyin aleyhisselamı sevenleri dünya ahirette Hüseyinin ziyaretinden, ahirette şefaatinden bir nasip eləməsin. El-Mu'camul Kəbir, Əhl-i Sünnə əzizlərimizin Təbərani tərəfindən yazılmış məşhur bir kitabıdır. Orada bir fəsildə Həzrət İmam Hüseyin aleyhisselamın həyatı qeyd olunur. Səhifə 83'də. Orada Həzrət Peyğəmbər aleyhisselamın həyat yoldaşı Aişə xanımdan belə bir rəvayət var. O rəvayət edir ki, günlərin bir günü Hüseyin ibn Əli Resulullah'a vahiy gəldiyi vaxt Peyğəmbərin yanına gələrək özünü onun qucağına attı. Cəbrail aleyhisselam buyurdu, ey Peyğəmbər, bunu çox sevirsənmi? Hazret Peyğəmbər aleyhisselam buyurdu, necə sevməyim ki, o mənim balamdır. Cəbrail sual elədi, ya Resulallah, səndən sonra ümmətin onu öldürəcəkdir. Sonra Cəbrail əlini uzadaraq bir az ağ torpaq gətirdi və dedi, oğlun Hüseyin bu torpaqda şəhid ediləcəkdir. Bu yerin adı Təffdir, yəni Kərbalanın əvvəlki adı. Cəbrail getdikdən sonra Resulullah torpağı əlində saxlayıb ağlayırdı. Elə bu zaman Ayşə xanım qeyd edir ki, mən onun yanına daxil oldum. O mənə üzünü tutaraq dedi, ey Ayşə, Cəbrail mənə oğlum Hüseynin Təff deyilən yerdə şəhid ediləcəyini və məndən sonra ümmətimin azmasını bildirdi. Peyğəmbər sonra da ağlaya əshabının yanına getdi. Onların arasında Əli, Əbu Bəkir, Ömər, Hüzeyfə, Əmmar və Əbu Zər də var idi. Onlar Həzrət Peyğəmbər aleyhisselamdan soruşdular, ya Resulullah, niyə ağlayırsan? Həzrət buyurdu, Cəbrail nazil olub bu torpağı mənə verdi. Sonra da dedi ki, oğlun Hüseyin səndən sonra Təff deyilən yerdə şəhid ediləcəkdir. Bu da o yerin torpağıdır. Yəni Həzrət Peyğəmbər aleyhisselamın sünnəti əməllərindən biri budur ki, Həzrət Hüseyinə hətta sağlığında ağlayıb. Yəni siz bilən, onun şəhadətini görsəydi necə olardı? Onun şəhadətindən sonra necə olardı? Yaqub əleyhissalam oğlu Yusifdən ötəri bilirdi ki, hətta sağdı, o qədər ağladı ki, gözləri tutuldu. Quran buyurur ki, gözləri tutuldu ağlamaqdan. İndi bizə eyib tutanlar bunu izah eləsinlər görə bu insanda hansı hisslərdir? Məgər bu hissləri ayırmaq insandan mümkündürmü? Bu bir atifi hissdir. Hətta heyvanlarda da Allah bu hissi qoyubdur. Amma təəssüf ki, o bizə şirk deyənlər onu bilməzlər. Çünki onlar çox rəhimsizdirlər, uşaq da bilməzlər. Filan qadın da bilməzlər. Çoxun görmüşük ki, nə günə qoyub qətlə yetirdilər onları. Onlarda o atifi hisslər yoxdur. Hətta bir heyvanın da gözünün qarşısında balasını öldürəndə, kəsəndə görsən ki, heyvanın gözündən yaş gələr. Hətta İslam qanunlarında var ki, heyvanları kəsərkən onları çalışın bir-birinin gözünün qarşısında kəsməyin. Görün, necə bir atifi hissidir bu. Onlar onu hiss eləyirlər. Onların balalarını gözlərinin qarşısında kəsməyin. Yəni bu bir atifi, eşqi və məhəbbətdir ki, biz bunu peyğəmbərlərdə də görmüşük,
sahabelərdə də görmüşük, o cümlədən Əhl-i Beytin özündə də görmüşük ki, Həzrət Mövla-i Müttəqiyan bir gün Siffeyindən keçəndə Muaviyyə məlunla savaşında o Siffeyindən keçərkən gördülər ki, Əli Mövla atdan düşdü və bir neçə addım gedəndən sonra torpağı götürüb iylədi, alnın torpağa qoydu, üzün torpağa sürtdü və ağladı. Buyurdular, ya Əli, bura haradır ki, sən bu torpağı belə iyilirsən, belə ağlayırsan bu torpaqda. Mövla-i Müttəqiyan buyurdu, bu həmin yerdir ki, bir gün gələcək oğlum Hüseyin və mənim əzizlərim bu torpaqda qətlə yetirəcəklər. Bu torpağın adı Kərbəladır. Bizə Peyğəmbər buyurubdu, təf deyərək bu yeri bizə tanıdıb. Bu həmin səhradır ki, oğlum Hüseynin qanı bu torpağa töküləcəkdir. Bəli, həm sahabə, həm Əhl-i Beyt, hamısı Hüseyin əhvalatını eşidəndən sonra ağlayıblar. Necə ola bilsin ki, biz bu məhərrəmi boş yerə keçirək. Peyğəmbər məclisində oturmayaq. Peyğəmbərin əyləşdiyi məclisə gəlməyək. Yaxşı bilirik ki, məclis sahibi mütləq həmin məclisdə olar. Bəli, məhərrəmlik məclisi o məclisdir ki, Peyğəmbər özü gələr həmin məclisə. Atası Əli gələr, Hüseynin anası Zəhra gələr. Odur ki, bu məclislərdə iştirak eləmək Peyğəmbər və Allahın məclisi olar. İmam Sadiq əleyhissalamdan bir hədisdə buyurulur ki, Mən cələsə məclisən yahya fihi əmrana, ləm yamut qəlbuhu yevmə təmutul qəlb. İmam buyurur ki, hər kəs bir məclisdə otura ki, orada bizi yad eləyərlər. Və o məclisdə bizdən danışılar. Bizim qanunlarımızı, bizim hədislərimizi eşidərlər və bizi yad edərək itaətin bildirərlər. Həzrət buyurdu ki, qiyamətin günündə həmin şəxslərin qəlbləri ölməyəcək. Həzrət Hüseyin əleyhissalamın məclisi insanın qəlbin diri saxlayar. O məclislərdən onların əleyhinə danışanlar, o məclisi öz dinsizlikləri ilə görsən tənqid edənlər, Allah onları qiyamətin günündə bugünkü ölü qəlbləri kimi də qəlblərini öldürər inşallah. Odur ki, bugünkü gündə Həzrət Hüseyin əleyhissalamın məclisində iştirak eləmək bir növ bizim qəlbimizi dirildər. Həmçinin bizi Qur'an buyurur ki, o məclislər ki, səni Allaha yaxınlaşdırar, o məclislərdə iştirak edin. İmam Həsən Əskəri əleyhissalamdan bir hədisdə buyurulur, Şiətənə humullədinə əthərənə və yuti'unə fi cəmi'i əvamirinə fəulaikə şiətnə. Həzrət buyurur ki, bizim şiələrimiz, bizim aşiqlərimiz, dostlarımız o şəxslərdir ki, onlar bizim sözlərimizə qulaq asarlar, bizim məclislərimizdə iştirak eləyərlər və bizə itaət edərlər bütün əmirlərimizdə. Onlar bizim şiələrimizdir. Odur ki, imamlarımız buyurduğu kimi gərək biz həmin məclislərdə iştirak edək və imamların bizlərə buyurduğu tövsiyələrə riayət eləyək. Allah dünya axirətdə bizləri Həzrət Hüseyin əleyhissalamdan məhşur eləsin inşallah. Esselamu aleykum ya əhl-i beytin nübüvvə və mevdi'ar risalə və muxtələfəl mələikə cəmiən və rəhmətullahi və bərəkatuhu.